Çoxsu mənə yazır ki, gəl Azərbaycana, qayıt vətənə, nə bilim nə. Bakıya gəl, vətənə qayıt, Azərbaycana gəl. Nə var Azərbaycanda? Nə var Bakıda? Hara gəlim? Elə bil ki, əllərini açıblar, aralayıblar və qucaqlamaq istəyirlər mən gəl Azərbaycana. Nədir, mən Azərbaycana gələcəm, ev verəsiz, iş verəsiz, pul verəsiz. Nədir? Qeydiyyata salasınız, neyniyəsiz? Məgər mənə Azərbaycana heç də bağlamırsa, mənim orada nə evim, nə eşiyim, heç nəyim yoxdursa, 1 kvadratlıq adıma heç bir şeyim yoxdursa, belə qeydiyyatım belə yoxdursa, məni Xəzər rayonu qeydiyyatdan çıxarsa, mən Azərbaycan nəyə lazımdır ki? Nəyə gedirəm ki ora? Gedirəm acından ölüm orada, qalım heç nəyim olmadan, başıma problem açım, yoxsa TikTok çəkə-çəkə gedim sutkada yatım, hansı birisi? Oturmuşam da gül kimi, vətən bir saradır. Mənim üçün şəxsən vətən oradır, hansı ölkədə ki mən özümü yaxşı hiss eləyirəm, mənim üçün ora vətəndir. Mən üçün Ukrayna vətəndir. Mən уже öyrəşmişəm bura, 10 neçə ildir mən burada yaşayıram. Mən Azərbaycan lazımdır, mənə problem lazımdır. Elə bir ki mən Azərbaycana gələcəm, məni dolandıracaqlar. Şükür Allaha, gül kimi müharibə şəraitində də dolanıram, sakit də yaşayıram. Heç kim də mənə gəlib demir ki, bu videonu nəyə görə çəkirsən, bu videonu nəyə görə çəkirsən. Heç kim də başıma problem açmaq istəmir, torba tikmək istəmir. 5 manat 3 manat pulumu qazanıram, rahat yaşayıram.